Salam değerli müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Əliyeva Sevinç. Bugün mən sizlər üçün 5-ci sinifdə nazik təbəqə metal və məftil, metallar haqqında ümumi məlumat mövzusu haqqında bir neçə dənə testlərin izahını təqdim edəcəm. Gəlin indi suallarımıza başlayalım. Birinci sualımızdan başlayırıq. Hansı metal qrupu qara metallara aid edilir? Müəllimlər, bilirik ki, qara metallar dəmir və onun ərintiləri hesab olunur. Dəmir özü qara metaldır. Onun ərintiləri isə dedikdə müəllimlər çuqun, polad və manqanı nəzərdə tutur. Deməli, doğru cavabımız nə olacaq müəllimlər? B variantı olmuş olacaq. Müəllimlər, polad, çuqun, manqan. Bunlar qaranı metalların ərintisidir. Dəmir isə onun özü, qara metalın özü hesab olunur müəllimlər. Növbəti sualımıza keçid edirik. İkinci sualımızda deyir ki, nazik təbəqə metalın qalınlığı maksimum nə qədər olur? Bilirik ki, nazik təbəqə metallar qalınlığı 2 milliyə qədər olan metal vərəqlərə deyilirlər. Demək müəllimlər, onların maksimum 2 milliyə qədər olacaq. Növbəti sualımıza keçid edirik. Ağ tənəkəni qara tənəkədən fərqləndirən əsas cəhət hansıdır? Bilirik ki, müəllimlər, 3 cür tənəkəmiz var. Ağ tənəkə, qara tənəkə və sinqlənmiş tənəkə. Nazik qalay təbəqəsi ilə örtülmüş tənəkəyə ağ tənəkə, örtüyü olmayan tənəkəyə qara tənəkə, nazik sink təbəqəsi ilə örtülmüş tənəkəyə isə sinqlənmiş tənəkə deyilir. Müəllimlər, ağ tənəkə, baxaq, daha qalın olması. Bilirik ki, tənəkələrin qalınlığı 0,2 millidən 0,5 milliyə qədər olur müəllimlər. Minimum 0,2, maksimum isə 0,5 milli olurlar. Daha qalın olması, sink təbəqəsi ilə örtülməsi. Bir dəqiqə burada cavabları bir dənə təmizləyim. Nazik qalay təbəqəsi ilə örtülməsi, nazik qalay təbəqəsi ilə örtülüb müəllimlər, mis və alüminium ərintisi olmaz. Deməli, doğru cavabımız nə olacaq? Nazik qalay təbəqəsi ilə örtülməsi. Növbəti sualımız. Dəqiqə, ikinci sualımıza geri qaydım. Nazik təbəqə metaldır, Dördüncü sualımız. İzah etdiyim üçü, 4. Prokat dəzgahında fırlanan vallar arasından keçirilərək alınan məftil necə adlanır? Müəllimlər, məftillər iki üsulla alınırdı. Prokat üsulu ilə və çəkmə üsulu ilə. Prokat üsulu ilə uzun pəstahı sıxılması ilə alınan məftil necə adlanırdı? Katanka adlanırdı müəllimlər. Yazıb ki, prokat dəzgahında fırlanan vallar arasında keçirilərək alınan məftil necə adlanırdı müəllimlər? Əlbəttə ki, katanka adlanırdı. Deməli, katanka hansı üsulla alınırdı? Prokat üsulu ilə alınırdı. Prokat dəzgahında fırlanan vallar arasından keçirilərək alınırdı. Hətta sıxılaraq alınırdı müəllimlər. Sıxılıb alınırdı. Ki, bu oradan keçirilir də tək sıxılması ilə baş verirdi. Bu məftil də müəllimlər necə adlanırdı? Katanka adlanırdı. Konserva bankalarının hazırlanmasında daha çox hansı materiallardan istifadə olunur? Müəllimlər, ən çox konserva bankalarının hazırlanmasında ağ tənəkədən istifadə olunur. Demək deyil, ağ tənəkədən ən çox harda istifadə olunur? Konserva bankalarının hazırlanmasında. 6-cı sualımız. Metallar və onun xüsusiyyətləri arasındakı uyğunluğu müəyyən edin. Polad, alüminium, mis və düralüminium. Baxaq, polad qırmızı rəngli ağır metaldır. Qırmızı rəngli ağır metal misdir. Mis üçüncüdür. Deməli olacaq nə? A. Burada rəqəmlər itib 1, 2, 3, 4 olacaq bu şəkildə. Deməli, alüminiumla misin ərintisidir. Alüminiumla misin ərintisi düralüminium ərintisidir. Düralüminiumdur. Bu olacaq dördüncü. Dördüncü gedəcək B-yə. Sonra dəmirlə karbonun ərintisidir. Bərk və ağırdır. Bu poladdır. Birincidir. Deməli bu gedəcək C-yə.
Gümüşü rəngli yumşaq və yüngül metaldır. Gümüşü rəngdə yumşaq və yüngül metal alüminiumdur. O da 2-yə gedəcək. Deməli 2 də olacaq nə? D variantı. Deməli 1C, 2D, 3A, 4B doğru cavab A variantı. Növbəti sualımız. Doğru yanlış cavablara baxacaq müəllimlər. Məftil həm prokat, həm çəkmə su ilə alına bilər. Doğru yanlış. Məftil həm prokat, həm çəkmə su ilə alınır da müəllimlər. 2 su ilə alınırdı. Doğru cavabdır. Bəli, deməli doğru cavab doğrudur. Növbəti 8-ci sualımız. Emalatxanada nazik təbəqə metalı əymək istəyən şagird sol əlini əyilmə xəttinə çox yaxın tutur. Bu hərəkət hansı təhlükəsizlik qaydasının pozulmasıdır? Sol əlini əyilmə xəttinə yaxın tutur. Müəllimlər, biz bilirik ki, əymə zamanı sol əli əymə yerinə yaxın tutmaq olmazdı. Nazik təbəqə metalın əyilməsi zamanı da şagird sol əlini əyilmə xəttinə çox yaxın tutub. Deməli, bu hansı təhlükəsizlik qaydasının pozulmasıdır? Əymə zamanı sol əli əymə yerinə yaxın tutmaq olmaz. Doğru cavab B variantı. Əyilmə zamanı sol əli əyilmə yerinə yaxın tutmaq olmaz. Doğru cavab B variantıdır. Növbəti sualımız. Əsas məsələmiz. Fəhlə 4 milli qalınlığında olan metal pəstahı, baxın, fəhlə 4 milli qalınlıqda olan metal pəstahı prokat dəzgahının valları arasından keçərək nazik təbəqə metal halına gətirməlidir. Nazik təbəqə metal halına gətirməlidir. Çünki niyə müəllimlər? 4 millidirsə, nazik təbəqə metalı burada özüm bilərəkdən sizin üçün məsələdə 2 milli yazmışam. Çünki onlar yazmaya da bilərlər sizin üçün. Bilin ki, onu bunlar yazmaya bilərlər müəllimlər. Nazik təbəqə metal halına gətirməlidir. Bilin ki, nazik təbəqə, o dəqiqəsi yadınıza salırsınız. Mən bunu bilərəkdən məsələnin içinə daxil etmişəm ki, müəllimlər 2 millini bilərəkdən ora daxil etmişik ki, siz yəni bu cür məsələləri görəndə ola bilər ki, onlar rəqəmi verməyə bilərlər. Amma siz bilin ki, olmalıdır. Gətirməlidir. Deməli, müəllimlər, bu halda şagird nə etməlidir? 2 milliyə gətirmək üçün 4-dən 2-ni çıxırıq. Alırıq 2. 4-dən 2-ni çıxıb alırıq 2. Deməli, ortalıqda itən rəqəm 2-dir. Pəstahı vallar arasından hər keçiddə 0,4 milli nazikləşdirməli. Deməli, 2-ni bölməlidir 0,4-ə. Niyə? Çünki 2-ni nazikləşdirib də. Bu da 5 dəfə düşür. Deməli, prosesi 5 dəfə təkrarlayıb. Növbəti məsələmiz 10-cu məsələ. A maddəsi dəmirlə karbonun ərintisidir. B maddəsi isə nazik qalay təbəqəsi ilə örtülmüş poladdır. Verilənlərə əsasən A və B-ni müəyyən edin. A maddəsi dəmirlə karbonun ərintisidir. A maddəsi dəmirlə karbonun ərintisi olan metal poladdır. Poladdır. Deməli, A nədir? Polad. Polad da A'mız. Amma baxın, B-də nə deyir? B maddəsi isə nazik qalay təbəqəsi ilə örtülmüş poladdır. Deməli, B də poladdır. Amma hansı poladdır? Nazik qalay təbəqəsi ilə örtülmüş polad hansı polad ola bilər? Ağ tənəkə, bəli. Deməli, doğru cavabımız nə olacaq? B variantı. Çünki tənəkələr poladdır da, müəllimlər. Poladdandır. Demirdimi qalınlığı 0,2 millidən 0,5 milliyə qədər olan nazik təbəqəli polada tənəkə deyilirdi. Deməli, o poladımız nə olacaq? Tənəkə, ağ tənəkə özü də. Növbəti sual. Usta məngənədə 0,3 millilik qara tənəkəni əyərkən pəstahın sürüşdüyünü və əlmə xəttinin düz alınmadığını görür. Ustanın etdiyi səhv nə idi? Burada diqqət edin. Məngənədə 0,3 millilik qara tənəkəni əyərkən. Bilirik ki, tənəkələr 0,2-dən 0,5-ə qədər olar. Deməli, rəqəm olaraq 0,3-ü götürə bilərik. Doğrudur. Aha, bu doğru. Və tənəkəni əyərkən pəstahın sürüşdüyünü görür müəllimlər.
Burada əlmə xəttinin düz alınmadığını görür. Ustanın etdiyi səhv nə idi? Demək ki, aləti məngənədə, pəsdahı məngənədə, üzr istəyirəm, pəsdahı məngənədə etibarlı bərkitməyib ki, o sürüşüb da müəllimlər. Deməli, yalnız saz alətlərlə işləmək aidiyyatı yoxdur. Məngənədə pəsdahı mütləq etibarlı bərkitmək lazımdır. B variantı. Kənara qoyum. Alətləri pəsdahın kənarına qoymaz. Bu təhlükəsizlik qaydasına aid deyil. İşləyən şəxsin arxasında dayanmaq olmaz. Bu da o sualımıza uyğun deyil. Bəli, digərləri əslində nazik təbəqə metalı yalnız çəkiclə əymək olar. Müəllimlər, nazik təbəqə metalı əyilməsini biz belə deyim sizə. Biz metalları əyəndə, üzr istəyirəm, metalları iki cür əyirdik. Biri nazik yumşaq məftillər vardı, bir də qalın məftillər vardı. Nazik məftilləri taxtaya cərgə ilə vurulmuş bir neçə mismarın arasından keçirdib çəkməklə düzəldirdik. Sonra silindrik sağanağın çevrəsi boyu dartmaqla düzəldirdik. Bir də məngənədə sıxılmış tirciklər arasından keçirdib çəkməklə düzəldirdik. Qalın məftil isə düzəltmə lüfəsinin üzərində çəkiclə döyəcləməklə, yastağız kəlbətinlə sıxılmaqla düzəldir. Burada çəkic sözünə gəldiyi üçün mən sizin üçün bu ifadələri işlətdim. Amma biz belə deyim də, məftillərin əyilməsinə gəlsək, biz məftilləri nə ilə əyə bilərdik? Məftillərin düzəldilməsi, əyilməsi, bu mövzuları bir-birindən qarışdırmırıq müəllimlər. Əyilməklə düzəldirməni qarışdırmırıq. Deməli, biz hansı ki o məngənədə o məftilləri bərkidirdik, onların ilk öncə nə edirdik? İlk öncə birinci çikdən rəqdən pastan təmizləyirdik, əyilmə işini həyata keçirdən zaman. Sonra onları məngənədə tam bərkidəndən sonra orada iti kənarları xırda kərtikli yağ ilə təmizləyirdik. O təmizlədiyimiz hətta məngənə dodaqlarından 5 milli kənara hündürə çıxmalıydı da. Və biz bilirik ki, nə edirdik? Deməli, metal lövhələri və məftilləri məngənənin dodaq səviyyəsində bərkidirdik. Taxta tirciyə çəkic vurmaqla onları əyirdik. Tirciyə çəkiclə vuraraq əyirdik. Amma bizdə burada deyil ki, qara tənəkəni əyərkən pəstahın sürüşdüyünü, əlmə xəttinin düz alınmadığını görür. Yəni burada demir də nə hansı alətlə biz onu əymişik. Ona görə biz orada Y variantında götürə bilmərik. Doğru cavabımız B variantı. Tam doluğun cavabımız. Yenə deyim, düzəldirmədir, əyilmədir, alınmalar, məftillərin alınması, düzəldilməsi, əyilməsi, bunları bir-birindən qarışdırmayın. Bitti mi sualımız? Heç yadımdan çıxdı. Aha, bitti.